Salam əziz izləyicilər, mən Azərbaycan dili müəlliməsi Suğra Əsədli. Bu gün sizə 4-cü qızıl qaydamızın izahını təqdim edəcəm. Deməli, dilimizdə elə iki şəkilçi var ki, bu iki şəkilçinin ixtisarı bir-biri ilə eynidir. Bəs biz necə bilə bilərik ki, sözə qoşulan şəkilçi ıq şəkilçisinin ixtisarıdır, yoxsa ağ şəkilçisinin ixtisarıdır? Bunu bilmək üçün sözdə Q və Q samitindən əvvəlki saita baxırıq. Əgər sait qapalı saitdirsə, deməli sözə qoşulan şəkilçi ıq+4 şəkilçisinin ixtisarıdır. Yox, əgər Q-dan, Q-dan əvvəlki sait açıq saitdirsə, deməli sözə qoşulan şəkilçi A+2 şəkilçisinin ixtisarıdır.